Qarşınızda Urax'ın qan texnologiyalı 30 vatlıq sürətli şarj adaptörü. Gəlin ilkin olaraq adaptörümüzlə tanış olaq. Burada qutuya nəzər yetirək. Qutunun keyfiyyətindən həqiqətən də hiss olunur ki, qutunun daxilindəki adaptör keyfiyyətlidir. Qutumuzun üzərində ilkin olaraq adaptörün məlumatları qeyd olunubdur. Burada hər hansı xüsusiyyətləri var ki, bu xüsusiyyətlər qeyd olunub. Həmçinin bura diqqət yetirsək, burada bir QR kod var. Bu QR kodu oxutmaqla siz elə birbaşa Urax'ın özündən tamamilə pulsuz 2 illik bu adaptör üçün zəmanət ala bilərsiniz. Gəlin görək bu qutunun içində nələr var. Bir Azərbaycanlı olaraq əsas korpusu əlimə aldıqda ilk olaraq təbii ki, nəyə fikir verdim? Onun ağırlığına, həqiqətən də ağırlığından hiss olunur ki, keyfiyyətlidir. Həmçinin əsas korpusun üzərində gördüyünüz kimi PD Type-C giriş hissəsi var ki, bununla yanaşı adaptördə də hər iki başlıq Type-C girişdən ibarətdir. Bir çoxunuz deyə bilərsiniz ki, bizim bu balaca dostumuz nələrə qadirdir? Həqiqətən də bir çox şeylərə qadirdir. Bu balaca dostumuzun daxilində qan texnologiyası, həmçinin də çip sistemi var ki, bununla siz keyfiyyətli şarj etməni təmin edə bilərsiniz. Akkumulyatorun daxilindəki çip sistemi vasitəsilə adaptör birbaşa olaraq telefonunuzu tanıyır və telefona uyğun olaraq şarj etməni təmin edir. Bir sözlə, qan texnologiyası adaptörü həm daha güclü edir, həm də daha az qızdırır. Adaptörün keyfiyyətini yoxlamaq üçün gəlin telefonu şarja qoyaq. İlkin olaraq kabeli açaq və akkumulyatora qoşaq. Telefonu şarja qoyduğum andan sürətli şarj etmə aktivləşdi. Gəlin yarım saatlıq bir fasiləyə gedək, görək vəziyyət necə olacaq. Yarım saat tamam oldu, adaptördə hər hansı bir qızma yoxdur, kabeldə hər hansı bir qızma yoxdur və telefonda hər hansı bir qızma yoxdur. Urax'ın bu adaptörü vasitəsilə daha keyfiyyətli məhsul əldə etmiş olacaqsınız. Həmçinin telefonunuzun sürətli şarj olmasına və uzun ömürlü bateriyaya sahib olmasına nail olacaqsınız. Bəs sən Urax'ın bu adaptörünü hansı model telefonda istifadə edəcəksən? Fikirlərini şərhdə yazmağı unutma.